Axşamınız xeyir, doğruya doğru. Bu dəfə insanlar dövlətlər üzərində heç bir baskı güc tətbiq etmədən öz hökmranlığını azad şəkildə quran çox milyonlu sakinləri və çox milyardlı büdcəsi ilə imperiyanı andıran bir virtual dünyadan bəhs edəcək. 2004-cü ildən insanların həyatına sürətlə daxil olan və 21-ci əsrin inqilabı kimi səciyyələnən sosial şəbəkələr insanlar arasındakı ünsiyyətdə nəinki zaman, məkan anlayışını, azadlığın sərhədlərini aradan qaldırır, həm də ərəb baharını əstirməklə hökumətləri belə yerindən oynadır. Facebook, Twitter, YouTube kimi şəbəkələr yeni reallıqlar yaradır və cəmiyyətin qəflətən yaxalandığı hər bir yenilik kimi bu mediada müsbət tərəfləri ilə yanaşı arzu olunmaz hallara, problemlərə də yol açır. Bir sözlə, sosial şəbəkələr zərərlidirmi? Virtual dünya real ünsiyyətdə, canlı ünsiyyətdə problemlər yaradırmı? İnternet asıllığı hansı fiziki, psixoloji fəsadlara səbəb olur? Qonaqlarımız Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Rasim Mahmudov, sosiolog, fəlsəfə doktoru Azər Allahveranov və sosial media üzrə menecer Elnur Bayınovdur. Xoş gəlmişsiniz. Əvvəl istərdim ki, bugün bizdə sosial şəbəkələrdən necə istifadə edilir? Bunu göstərən bir araşdırmaya baxaq, sonra müzakirələrə keçərik. İndi bu dünya bu şəklə düşüb. Bu nə ölüb? Hamısı nədəndir? Alo. O alyonu xaraba qalsın bana. Ötən il təzəcə başlayanda Kürdəmirin Carlı kəndindən 3 yeniyetmənin evdən qaçması beləcə sosial şəbəkələrin günahı kimi elə car çəkildi. Bu yaxınlarda Binəqədidə də daha bir məktəbli qızın Facebooka görə evi tərk etdiyi xəbəri yayıldı. Yaxud da Mingəçevirdə Adnaklasika görə 22 yaşlı arvadının başını kəsib kimi qətillərin də qanı sosial şəbəkələrdən sülür. Əlbəttə, bu hamısı deyil. Dünyanı kiçildərək bir ovuc edən sosial şəbəkələr artıq Azərbaycanda da real həyatın tərkib hissəsinə çevrilib. Elə insanlar var ki, günün əksər hissəsini sosial şəbəkələr keçirirlər. Özünə dost axtarır, sevir, sevilir, dost, hətta düşmən qazanır, sevincini, kədərini bölüşür, ailə qurur, boşanır. Bir sözlə sosial şəbəkələrdə yaşayırlar desək, yanılmarıq. Bəziləri üçün sosial şəbəkələr məsafəni qısaldır, bəziləri üçün ömrü, kimi üçün həyatın yeni başlanğıcı olur, kimi üçün sonu. Araşdırmalar zamanı məlum olur ki, mütəmadi olaraq hər gün Facebook, MySpace və digər sosial şəbəkələri ziyarət edən sosial şəbəkə gəncləri internet düşkünü olmayan gənclərlə müqayisədə siqaretə 5%, spirtli içkilərə 3%, narkotik maddələri isə 2 dəfə çox alud edirlər. Əsasən gənclərin aktiv iştirak etdiyi sosial şəbəkələr bəs bizdə hansı məqsədlə istifadə edilir? Dostlarla danışmaq üçün. Sən mahnı xoşuma gələndə mahnı paylaşıram. Sonra necə bir maraqlı bir xəbər olduğunu paylaşıram. Yəni belə qızla tanış oluruq arada. Dost da xaricdə yoldaşlarla danışırıq. Bir də xəbərlər. Facedə rahatdır, hər şey məlumat var, səhifələr var ona görə. Əlaqə saxlamaq üçün tanışlarla dostlarla. Bununla belə sosial şəbəkələrdən başqa məqsədlər üçün istifadə edənlər də az deyil. Bəzi hallarda sosial şəbəkələrdə qadınların etibarından sui-istifadə etmə və onların sadəlövlüyündən və yaxud düşdüyü depressiyadan sui-istifadə etmə halları mövcuddur. Və ümumən sosial şəbəkədə olan qadınlara münasibətdə bəzən bir mənalı deyil. Məsələn, mənim yaşımdan asılı olmayaraq, mənim ilk sosial şəbəkəyə qoşulduğum vaxtlar mən baxırdım ki, gənc oğlanlar heç də mənim sosial şəbəkədə olmağımı hansı işgüzarlıqla yox, başqa məqsədlər altında qoşulduğumu düşünürdü və müraciətlərin əksərində bir mənalı deyildi. Əksəriyyətdə belə bir fikir var ki, sosial şəbəkə mütləq qadınlar hansısa məqsədlərlə qoşulur, mütləq onun arxasında hansısa intim əlaqələr yaratmaq marağı var və yaxud tanışlıq əlaqələri yaratmaq marağı var. Amerikada Ailə Hüquqşünasları Akademiyasının apardığı araşdırmaya görə hər 5 boşanmadan birinin səbəbi Facebook sosial şəbəkəsidir. Araşdırmada boşanma iddialarının 80%-ində həqiqəti əks etdirməyən mesaj və şəkillərin Facebookda yerləşdirilməsi səbəb olduğu bildirilir. Elə Ailə İnstitutunun möhkəmliyi ilə seçilən Azərbaycanda da dağılmaz ailə qalası Facebookla yerlə yeksan olur. Regionlarda səfər olanda sosial şəbəkələrə qoşulan qadınların ailələrində ciddi problemlər olması ilə bağlı ayrı-ayrı informasiya almışıq. Məsələn, Saatlı rayonunda, Sabirabadda hətta bir ailə faciəsi baş verib. Yəni ər qadınına qarşı çox diqqətli olmayıb, onunla bağlı çox kobud rəftar edib. Bunun müqabilində sosial şəbəkəyə qoşulan və kiminləsə ünsiyyət qurub orada dəstək ala bilən bir xanım sonradan əxlaqsız ad alıb.
Göründüyü kimi sosial şəbəkələrə açılan pəncərədən bəzən aydın, günəşli səma görünmür. Orada qaranlıq gecələr, dönüşü mümkün olmayan uçsuz-bucaqsız sonsuzluqlar da görünür. Əsas olan odur ki, pəncərədən baxarkən həqiqəti görəcək, virtual həyatla reallığın fərqini ayırt edəcək qədər açıq gözlü olasan. Zülfüqar Xeyirxəbər, Qasım Qasımov, ANS. Osman müəllim, sosial şəbəkə istifadəçilərinin sayının artması həm də internetə çıxış imkanları ilə birbaşa bağlıdır. Bu baxımdan internetə çıxış səviyyəsi ölkə üzrə necədir? Ümumiyyətlə bizdə Azərbaycan məkanında sosial şəbəkələrdən hansı şəkildə istifadə olunur? Təşəkkür edirəm. Deməli, bu dəqiqə mən sizə deyim ki, məhz Azərbaycan internetinin bu sosial media, internet media sektoru ən dinamik inkişaf edən bir sektordur. Yəni, bütövlükdə Azərbaycan internetinə baxsaq, bu geniş şaxəli bir şəbəkədirsə, məhz bu sahə daha sürətlə, daha dinamik inkişaf edir. Bu da nə ilə bağlıdır? Yəni, son dövrlərdə Azərbaycan internetində əlçatımlıq da gücləndi. Yəni, əvvəllər qiymətlər ifrat dərəcədə bahaydı, amma son 2-3 ildə, 4 ildə artıq qiymətlər 10 dəfə, 15 dəfə, 20 dəfə qiymətlər düşdü. Yəni, internet tam olaraq ucqar kəndlərdən tutmuş, da şəhərdə bütün evlərə yayıldı və bu kontekstdən də təbii ki, bu sosial media sahəsi inkişaf etməyə başladı. Əvvəlki dövrlərdə bir çat olaraq, nə bilim, bir dostluq, yoldaşlıq, sevgi, filan, feşməkə bu kontekstdə. Amma son dövrlərdə istifadə edirlər informasiya mənbəyi olaraq. Məsələn, mən özüm informasiya mənbəyi olaraq ondan daha çox istifadə edirəm. Əvvəllər yox idi belə şey. Sonra deyək ki, istifadə edirlər, məsələn, bu dəqiqə güclü inkişaf edir, özəl sektor özünün bütün mallarını, brendlərini qoyub onun üzərində. Bu dəqiqə Azərbaycanda defisit bir ixtisas var. Siz müraciət elədiniz, sosial media meneceri. Göydə axtarırlar bu dəqiqə belə adamı. Mənə gündə yüzlərlə şirkətdən zəng edirlər ki, Osman, bizə sosial media meneceri verə bilərsinizmi? Bu onun göstəricisidir. Yəni, bu informasiya almaqdan bağlı, deyək ki, özəl sektordan bağlı, sonra müəyyən informasiyaları paylaşmaqdan bağlı. Yəni, məsələn, baxın, elementar bir misal çəkim də. Bilirsiniz, baxaq, bir qəzet var. Tutaq ki, bunun bir 10-15 oxucusu var. 10-15 nəfər bu qəzeti kağız olaraq alır. Bu qəzet Twitterə, Facebooka inteqrasiya olunan kimi baxarsınız ki, burada bunun sayı oldu 1000 nəfər. Rasim əmi, sosial şəbəkə, yəni şəbəkələr müvəqqəti məşğuliyyət, yoxsa elmi texnoloji inqilabdan sonra nəhəng sıçrayışdır sualı ətrafında müxtəlif mülahizələr yürüdülər. Yəni, əksəriyyətin qənaəti budur ki, əslində sosial şəbəkələr məhz fundamental sıçrayışdır. Amma buna rəğmən niyə alimlər hesab edirlər ki, sosial ünsiyyət portalları insanları, yəni bəşəriyyəti problemlərə aparan yeni bir silah növü kimi baxırlar. Yeni bir silah növü kimi qiymətləndirirlər. Bəlkə müəyyən o sosial problemlərlə məşğul olan, psixoloji aspektlərdən yanaşan insanlar bunu bu qiymətləridir. Amma xüsusən texnik sahənin insanları əlbəttə sosial şəbəkənin çox böyük geniş imkanları olduğunu bilirlər, onu araşdırırlar, tədqiq edirlər və müəyyən nəticələrə gəlirlər. Sosial şəbəkələr tək əyləncə vasitəsi deyil, hansısa bir insanların vaxtının qeyri-səmərəli keçirilməsinin səbəbi deyil. Sosial şəbəkələr bilirsiniz müxtəlif indi ola bilər Azərbaycanda hələ ki istifadəçi səviyyəsində ümumi, yəni nə bilim hansısa bir sizin süreçdən göründüyü səviyyədə, yəni sosial şəbəkələr qəbul olunur, dərk edilir, amma bu internet məkanının daha geniş inkişaf etdiyi ölkələrdə, regionlarda sosial şəbəkələrin digər imkanları, xüsusən o peşəkar səviyyədə imkanlar var, müxtəlif peşə şəbəkələri var, xüsusən alimlərin sosial şəbəkələri var, məsələn, biz elm sahəsində təmsil etdiyimiz üçün deyim, müxtəlif beynəlxalq miqyaslı sosial şəbəkələr var ki, sırf elmi fəaliyyət üçün, onun istiqamətini gücləndirmək üçün, onun intensivliyini artırmaq üçün, səmərəliyini artırmaq üçün istifadə edirlər. Müxtəlif təhsil xidmətləri var müəllimlər üçün, tələbələr üçün ki, bunların sosial şəbəkələrin imkanlarını istifadə etməklə tədrisi daha səmərəli qurmaq olar. Eyni zamanda müxtəlif insanlar var ki, kadrların seçilməsi, müxtəlif peşə yönümlü məsələlər var. Məsələn, mühasiblərin, hüquqşünasların, mühəndislərin birlikləri var ki, onlar burada fikir mübadiləsi aparırlar, öz biliklərini paylaşırlar. Nəinki ölkə miqyasında, qlobal miqyasda bu məsələlər bilik mübadiləsi, təcrübə mübadiləsi aparırlar. Əlbəttə ki, indi müəyyən problemlər var. Bundan qaçmaq mümkündür. Bizim o qədər ənənəvi problemlərimiz var ki, 100 illərdir, bunun hələ həlini tapa bilmirik. Amma internetin cəmi 43 yaşı var, biz deyirik ki, burada hər şey problemsiz olsun. Tədricən sosial şəbəkələrin də öz mahiyyətinə uyğun, funksiyalarda geniş dərk olunaraq ona uyğun istifadə olunacaqdır. Azər müəllim, sosial şəbəkələrlə bağlı araşdırmalar zamanı məlum olur ki, yəni aktiv iştirakçıların, bəlkə də mən bu rəqəmdə haradasa səhv eləyərəm, amma təxmini bir rəqəm var ki, bu aktiv iştirakçıların 40% virtual dünyada, yəni burada olan ünsiyyəti real həyatdakı ünsiyyətə bərabər hesab edirlər. Yəni sosial şəbəkələrlə bağlı maraqlı məqamlardan biri budur
odur ki, yəni bu şəbəkələr vasitəsilə zaman anlayışı aradan qalsa da, milyonlarla insanı bir araya gətirmək mümkün olsa da, amma yenə də belə hesab edilir ki, bu ünsiyyət canlı ünsiyyəti əvəzləyə bilməz. Yəni demək olarmı ki, sosial şəbəkələrlə qurulan ünsiyyət real ünsiyyəti əvəzləyə bilməz? O 40% dediniz, aşağı da ola bilər, yuxarı da ola bilər. Amma bir çox insanlarla sosial şəbəkələr vasitəsilə kontaktda olanda biz o fikrə gəlib çatırıq ki, sosial şəbəkədə üzvlük, sosial şəbəkə vasitəsilə ünsiyyət, sosial şəbəkə vasitəsilə əlaqə heç də o, belə deyək, virtual aləm konsepsiyasına uyğun gələn bir hal deyil. Yəni, burada kifayət qədər real kontaktlar, real hansısa əlaqələr, real məlumat mübadiləsi, Osman müəllim dediyi, real hansısa brendin PR-ı, burada hər şey real baş verir. Yəni, sadəcə olaraq sosial real ünsiyyətdən uzaqlaşdırmır. Real deyəndə biz real həyatdan uzaqlaşırıq, belə götüründə, amma əslində real həyatdan uzaqlaşmır. Biz real həyata daha yaxın oluruq virtual aləm vasitəsilə. Yəni, burada biz virtual aləmin verdiyi imkanların real həyatda əlaqələrin daha gücləndirilməsində transformasiyası baş verir. Yəni, əslində internet, yəni sosial şəbəkələrdə üzvlük bizə imkan verir ki, biz real həyatda vaxtı, məkanı dəf eləyərək hansısa niyyəti, missiyanı həyata keçirək və ya digər missiyalarla daha çox təmasda olaq. Və bütövlükdə götürəndə təbii ki, süjetdə o qaldırılan negativ tərəflər var idi. Sosial şəbəkəndə, sosial şəbəkə vasitəsilə və ya sosial şəbəkənin səbəb olduğu negativ hallar sadəcə olaraq bu cəmiyyətdə mövcud olan negativ halların yaranması üçün amillərdən biri ola bilər. Yəni, sadəcə bir alətdir, deyək də. Onsuz da bu cəmiyyətdə həmən o dediyimiz kriminal hadisələr də var idi. Bu cəmiyyətdə həmən o boşanmalar halları da var idi. Bu cəmiyyətin digər sosial şəbəkələr insanlar həyatına baxaraq daha şəffaflaşdırır. O hadisələrə səbəb olan alətlərin birinin sayı artdı. O da sosial şəbəkədə. Yəni, səbəb o deyil. Səbəb o deyil. Səbəb o deyil. Bəli, yəni baş verməsində sosial şəbəkənin iştirakı var, yəni o təsir. Amma bütövlükdə sosial şəbəkə təbii ki, bu real həyatın tərkib hissəsinə artıq çevrilir. Elnur müəllim, sosial şəbəkələr vasitəsilə artıq yeni media formalaşır, sosial media anlayışı ortaya gəlir, gündəmə daxil olur və burada həm də qəribə bir meyllər müşahidə edilir. Yəni, milyonlarla insana hesaplanan xəbərlər meydana çıxır. Amma bu xəbərin dəqiqliyi, doğruluğu artıq burada biraz arxa plana keçir. Yəni, bu baxımdan sosial media, ənənəvi kütləvi informasiya vasitələrinə, jurnalistikaya necə təsir göstərir? Sosial media vasitəsilə verilən xəbərin, xəbərləmənin hansı müsbət tərəfləri və mənfilikləri var? Deməli, vaxtilə xəbər saytları qəzetlərin yerini tutdu. İndi artıq Facebook'un aqressiv bazara daxil olması xəbər saytlarının bazarını öldürür. Yəni, oxucuların hansı xəbər saytına, onların da əksəriyyəti eyni xəbərləri yayır. Ora daxil olub 200 xəbərin arasında nəsə axtarmağa vaxtı və arzusu yoxdur. Onlar Facebook vasitəsilə əsas xəbərləri tapırlar. Bugün verilişə gəlməkdən qabaq mən statistikaya baxdım. Bugün Azərbaycanda 941 min Facebook istifadəçisi var. Social Bakers şirkətinin proqnozlarına görə iyul ayında, gələn il iyul ayında 1,5 milyon Azərbaycanda Facebook istifadəçisi olur. Bu çox böyük bir qrupdur və sözsüz ki, yeni media ümumiyyətlə bu yeni tendensiyalara reaksiya verməlidir və onlar düzgün reaksiya verərək sosial şəbəkələrdə peyda olunurlar. Artıq sosial şəbəkədə peyda olmayan, mövcud olmayan kütləvi informasiya vasitəsi özü üçün mən də varam prinsipi ilə fəaliyyət göstərir. Onun xəbərlərini heç kim oxumur, onun xəbərləri rezonans etmir. Amma və siz dediyiniz o xəbərin validliyi, yəni xəbərin düzgün olması, sosial şəbəkə iki istiqamətdə işləyir. Xalq jurnalistikası, yəni yerlərdən xəbər və bu tərəfdən... Yəni, hər kəs jurnalistiklə məşğul ola bilər sosial şəbəkə vasitəsilə. Və artıq informasiya agentliklərinin və saytların tərəfdən o xəbəri götürüb, hazırlayıb, oxucuların, həmin xəbəri görməyən oxuculara onu yaymaqdır. Və artıq burada profesionalizm həmin informasiya agentliyinin əməkdaşlarına asılıdır ki, onlar hansı şəkildə şayəni xəbər kimi təmsil edilir yox. Amma ümumi tendensiyadan danışanda jurnalistikanın səviyyəsi elə düşüb ki, yəni çox vaxtı adi şayələri, yoxlanmamış xəbərləri hansısa bir ziyarətçilərin sayını artırmaq üçün bir qalmaqal yaradaraq təqdim edirlər.
Amma artıq oxucular da yəni təcrübə yığırlar və bir müddətdən sonra elə saytlar artıq heç kim onlara inanmır. Sosial şəbəkələr asıllıq yaradır. Yəni, bu da müəyyən psixoloji, səhhətlə bağlı problemlərə səbəb olur. Yəni, sosial şəbəkələr niyə asıllıq yaradır? Burada cəmiyyətdə qapalılıqmı və insanın özünü realizə imkanlarının məhdudluğu mu buna meyilləndirir? Yəni, nədir səbəb? İstənilən asıllıq xəstəlikdir də. Narkotikadan asıllıq, alkoqoldan asıllıq, nə bilim, pis vərdişdən asıllıq. Sosial şəbəkələrdən də asıllıq. Yəni, düşünürəm ki, bu asıllıq səviyyəsinə gəlməməli. Asıllıq deyə də nədir? Belə bilirsiniz, məsələn, ömrü boyu kompüterdən istifadə edən, deyək ki, bir uşaq, bunu əgər notebook'u, kompüteri onun əlindən alanda, o özünü yerə çırpıb, notebook'u da yerə çırpırsa, bu artıq xəstədir də. Yəni, bu asıllıq da aşır. Və yaxud da kimsə, məsələn, sosial şəbəkədədir, birdən eşitsə ki, Facebook bağlandı, nəsə oldu, bu özündən gedirsə, deməli, bu asıllıq. Yəni, düşünürəm ki, bu səviyyəyə gəlməməsi üçün müəyyən sanitar gigiyenik normalara, deyək ki, müəyyən bir prosesdə, deyək ki, normalara əməl etmək lazımdır. Yəni, söhbət nədən gedir? Bəli, yəni, burada söhbət ondan getməlidir ki, yeni uşaqlar və yeniyetmələrlə bağlı. İndi Facebook'un özünün qaydaları var ki, bu 13 yaşa qədər uşaqlar bundan istifadə etməməlidir. Hərçənd ki, son dövrlərdə bu Facebook'un siyasi, deyək ki, gedişlərinə baxanda görürlər ki, onlar özləri də bilirlər ki, buna əməl olunmur. Cəmiyyət buna müəyyən dərəcədə, təhsil müəssisələri, valideynlər buna diqqət yetirməlidirlər ki, uşaqlar və yeniyetmələrlə bağlı burada müəyyən problemlər ola bilər. Burada narahatçılıq üçün əsaslar var, uşaqlar üçün yenə deyək. Amma digərlər üçün bu bizi dəryada bir damla olar. Yəni, asıllıq filan. Yenə mən diqqəti onun üzərinə gətirmək istəyərdim ki, Zaynur xanım, deməli, biz qabartmalıyıq Facebook'dan necə faydalanmaq olar? Əvvəl tək prezidentdə idi. Onun, deyək ki, Twitter hesabları, Facebook, indi baxırsan, dövlət qurumlarının əksəriyyəti artıq maraqlanırlar ki, necə gələk, orada necə tamamilə düzgündür də. Əgər 1 milyon insan Facebook'un üzərində oturub Azərbaycanda. Bax, Azərbaycanda 1 milyon insan bunun üzərində oturubdur. Bir dənə internet atsan, hamısı bilir. Təxminən belədir. Kim ki, gəlməməlidir. Ona görə biz düşünməliyik ki, necə edək ki, bu 1 milyon, necə edək ki, məsələn, hökumət fikirləşməlidir. Necə edim ki, mən informasiyamı 1 milyona çatdırım. 1 milyona informasiyanı çatdırmaq üçün deməli, saytda olmalıdır. Məsələn, deyək ki, hansısa dövlət qurumunun saytında olmalıdır. Bu bunun Twitter hesabı, bu bunun Facebook hesabı, bu bunun YouTube hesabı. Yəni, oraya inteqrasiya olmalıdır. Biznes, məsələn, şirkətlər şirkət indi baxır ki, məsələn, mən əgər deyək ki, Facebook'da, Twitter'də bir akaunt açan kimi bunun əgər birində daha da populyarlaşırsa, deməli, bura gəlməli. Sosial şəbəkələrdən asıllığın insanların ictimai sosial həyatına təsirindən danışarkən belə ailələrin dağılmasını da iddia edirlər. Ümumiyyətlə, ailədə münaqişələrə, boşanmalara sosial şəbəkələr necə təsir göstərir? Doğrudanmı, yəni ailə institutları bizdə də bir virtual əllə yıxıla bilir? Yoxsa bunu sosial şəbəkənin ayağına yazmaq olarmı belə halları? Yox, yaza da bilərik, yazmaya da bilərik. Əslində, sosial şəbəkələr ailələrin dağılmasına birbaşa təsir etmə imkanına malik olan bir resursdur. Və şübhəsiz ki, Azərbaycan ailələrdə heç də bundan sığortalanmayıblar. Daha doğrusu, sosial şəbəkələrin mənfi təsirinə sığortalanmayıblar. Bugün biz əgər internet istifadəçilərin sayına nəzər salsaq, təsəvvürünüzə gətirin ki, bu aşağı-yuxarı təqribən 20%-dən artıq deməkdir. Yəni, dünyada demək olar ki, orta rəqəm götürülür 14%. Azərbaycanda bu rəqəm 20% internet istifadəsi sosial şəbəkənin üzvüdür. O 20% yəni çox böyük bir baza deməkdir. Yəni bir əhalinin çox kifayət qədər aktiv və çox zamanda gənc ailələrin üzvləri və s. və ilaxır insanlardır. Təbii ki, o sosial şəbəkələrin verdiyi imkanlar, şəkillərin paylaşmasıdır, o deyək, bildirişlərin göndərilməsidir, müxtəlif belə məlumat mənbələrindən çıxış və o məlumat mənbələrindən hansı formada yararlanma təbii ki, ailənin içində gedən proses, yəni o balaca bir institutda gedən proseslərə hardasa birbaşa olaraq təsir etmə imkanına malik olur. Və təbii ki, ailənin öz sütunları zəif olduqda sosial şəbəkənin mənfi təsiri ailəyə daha da güclü olur. Cəmiyyətə giririk. Cəmiyyətdə bir çox kriminal hadisələr, bir çox negativ hallar var. Hamı ki, ora baş vurmur, hamı həmin o, deyək, kriminal şəbəkələrin üzvü olmur. O, insanın özünün daxili mənliyindən, şəxsiyyətin kifayət qədər formalaşmasından irəli gələn bir şey. İnsan özünü o negativdən uzaqlaşdırır. Sosial şəbəkələr həmin o negativlər
negativlər özündə daşımaq iqtidarına malik olan bir resursdur. Amma ailənin güclülüyü həmin o negativi özündən uzaq tutmağa xidmət edir. Sosial şəbəkələrin bugün yaratdığı problemi onların qanundan kənar mühit yaratması ilə izah edirlər. Yəni, sosial şəbəkələrin bu qanundan kənar mahiyyəti belə hesab olunur ki, insanların içərisində o gizlənmiş qalmış, belə deyək də, ədəbsizlik, mərifətsizlik, mədəniyyətsizlik kimi cəhətlərin üzə çıxmasından stimul verir. Yəni, burada tənzimləyici mexanizmlərə ehtiyac varmı? Ümumiyyətlə, bilirsiniz, doğru buyursunuz ki, internet anonim bir mühitdir. Burada insanlar, cəmiyyətdə bilirsiniz, insanlar müəyyən ictimai qanaq var. Bunun hesabına insanlar özlərini tənzimləyirlər. Yəni ki, insanların əhatəsində, onların nəzarətində. Yəni, üz-üzə deyilməkdən çəkindiyi məsələləri anonim mühit olduğu üçün orada insanlar özləri sərbəst ilə, orada hər bir insanın içində bir vəhşi bir instinkt var. Onu üzə verir, bir üzə verir, ya varsa. Onu bir üzə verir, oradan onu çəkindirən heç nə yoxdur. Bu baxımdan əlbəttə ki, bunun indi tənzimlənməsi, internet bilirsiniz, elə bir mühitdir ki, burada ənənəvi qayda qanunları bu tətbiq mümkün deyil. İnternetin ümumiyyətlə özünün təbiəti bu cürdür ki, o azadlıq sevər bir mexanizmdir, bir texnologiyadır. Onun hansısa bir çərçivəyə sıxsan, o mexanizm işləməyəcək. Təbii ki, internetin müəyyən məsələləri var ki, onlarda hökmən cəmiyyətin, dövlətin maraqları var, onların qorunmasına müəyyən tənzimləyici normalar tətbiq olunmalı və olunur da. Bu məsələlər müzakirə olunur, biraz çətin məsələlər. Çünki internetin bir analogiyası yoxdur ki, onu biz ənənəvi saydan götürüb və tətbiq edək. Bunlardan internet etikası deyilən məsələləri var. Bunların tənzimləmək üçün bilirsiniz, sırf qanunverici çərçivəyə salmaq qeyri-mümkündür ki, insanlar özlərini cəmiyyətdə, sosial norm, ümumiyyətlə bir qanunverici normalar var, sosial normalar var. İndi burada internetin mühitində sosial, o dediyiniz məsələlər sosial normaların tənzimlənməlidir ki, bunun da müəyyəndir, bayaq da bizim həmkarlar deyirlər ki, bu hər bir yeniyetmənin, gəncin o ailədən, məktəbdən görə tərbiyə var, müəyyən normaların onun aşılanması var ki, onların hesabına o özünü internetdə o tənzimləyə biləcək. Təbii ki, elə məsələlər var ki, burada əgər sırf insan davranışından bağlısa, onun etik normalarına bağlısa, bunları biz qanunverici normalara tətbiq edə bilmərik. Yəni, söhbət burada nədir? Bir gözəl bir termin var, netiket. İnsanlar bilirsiniz, bayaq siz dediniz, bu artıq bizim həyatımızın bir hissəsidirsə, biz qəbul etməliyik ki, necə bizim cəmiyyətimizdə, gündəlik həyatımızda qaydalar yoxdur, bu burada da əməl olunmalıdır. Buna biz netiket deyirik, yəni etiket yox, netiket, internetin özünün etiketi var da. Yəni, burada hökumət hansısa bir dövlət qurumu qərar verməli deyil ki, burada bunun bir gözəl bir adı var, özünü tənzimləmə. Yəni, bu nə deməkdir? Kimsə deyək ki, özünün statuslarında, özünün Twitter hesablarında, YouTube hesablarında bu cür deyək ki, etiket qaydalarının pozulmasına, hansız bayaq siz deyən o ədəbsiz filanlara yol verməməli və salam. Yəni, burada nəinki tənzimləmə ifrat, özünü tənzimləmə olmalıdır. Yəni, bu cəmiyyət özünü tənzimləməlidir. Aydınlıq da insanların özündən asılıdır. Elnur müəllim, bugün artıq daha çox insan ifadə azadlığı üçün internetə başvururlar. Yəni, görürük ki, siyasilərin artıq həmçinin şəxsi profilləri var. Gerçək mediada bu və digər səbəbdən danışa bilməyən, öz fikrini realizə edə bilməyən insanlar, xüsusən də bu siyasilərə aiddir, artıq sosial mediada, sosial şəbəkələrdə öz fikirlərini bu və digər məsələ ilə bağlı, ictimai siyasi məsələ ilə bağlı senzurasız müzakirələr aparırlar. Yəni, çox maraqlıdır. Bu cür insanların təhlükəsizliyinə bu mediada nə dərəcədə zəmanət verilir? Yox, Azərbaycanda internet tam azaddır. Və indiyənəcən kimsə hansısa Artıq hansısa siyasi baxışlarına görə insanların təqib olunması nümunələri varmı ortada? İnternetdə öz fikirlərini bildirmək yoxdur. Və internetin müsbət hissəsi odur ki, orada senzura yoxdur, orada azaddır. Ona görə indi bəzən telekanallarda və qəzetlərdə işıqlandırmayan hallar məhz YouTube və Facebook vasitəsilə yayılır. Bu, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə yayılır bunlar. Yəni, bu tam azaddır. Tənzimləmə məsələsinə qaydanda bu sosial şəbəkələrin unikliyi ondadır ki, siz özünüz təmizləyirsiniz. Mən əgər istəmirəmsə, kimsə mən özüm öz dost siyahımı formalaşdırıram. Özüm. Kim xoşuma gəlmirsə, onu buraxmıram. Yəni, öz haqqında da hansı məlumat istəyirəmsə, onu yayıram, istəmirəmsə də yayıram. 441 min adam həmçinin eyni siyasəti həyata keçirir. Kim kimin xoşuna gəlmirsə, o çıxır. Və bundan başqa Facebookda populyar səhifələr var. Misal üçün, Azərbaycan Respublikası səhifəsi 245 min adam orada cəmləşir. Böyük bir qrupdur. Yəni, dərinə getsək, Facebook, əgər biz negativ
tərəfdən baxırıqsa, sözsüz ki, yatmış bir divdir. Belə bir fikrə aydınlıq gətirmənizi istərdim. Yəni, belə fikirlər səsləndirilir ki, Facebook insanların şəkillərini, məlumatlarını ona xəbər vermədən xüsusi xidmət orqanlarına ötürür. Yəni, belə fikirlər formalaşır. Ümumiyyətlə, nə dərəcədə sosial şəbəkələr vasitəsilə mümkündür özəl məlumatların belə yayılması, başqalarına istənilməyən şəxslərin əlinə keçməsi? Yəni, doğrudan mı bugün təhlükəsizlik qurumları, bəlkə xüsusi xidmət orqanları mı deyək, sosial şəbəkələr vasitəsilə insan həyatlarına nəzarət edirlər? Bilirsiniz, bir neçə və mənə jurnalistlər bu sualı veriblər. Əgər, düzünü deyək, bizim xüsusi xidmət orqanları, hökumət orqanları bu dəqiqə Facebooku, Twitteri analiz eləmirlərsə, bunlar çox zəif hökumətdir. Əksinə biz düşünürük ki, bunu etməlidirlər ki, normal siyasət qura bilsinlər. Yəni, etmirlərsə, mən pis baxaram. Edə bilirlər, yox. Etmirlərsə, o başqa məsələdir ki, edə bilirlərmi? Mən sizə deyim ki, bu artıq marketing məsələsidir. Yəni, baxmaq, bilirsiniz, nəhəng informasiya mənbəyi Facebookdur. Nəhəng informasiya, bu dəqiqə ən güclü şey nədir? Yəni, intellektdir də. Yəni, bu intellektə qoyur açıq şəbəkəyə. Onun bir tərəfi ondan ibarətdir ki, əgər siz Facebookda, Twitterdə varsınızsa və anonim deyilsinizsə, siz artıq bilməlisiniz ki, sizin oraya qoyduğunuz şəkil, informasiya hamınındır. Bu hamınındır artıq. Sizin mülkiyyətinizdə deyil. Bu artıq hamınındır. Yəni, hamı görür. Yəni, kimsə istifadə etməsinə, artıq sən burada etiraz da edə bilməsən. Çünki özün könüllü şəkildə razılıq verirmişsən. Yəni, şəxsi yazışmaya onu izləyə bilmirlər. Secure protokol vasitəsilə o qorunur Facebook tərəfdən. Yəni, şəxsi yazışmanı, mesajları heç kim oxuya bilmir. Amma şəkillərinizi, çekinlərinizi, statuslarınızı hamı oxuyur. Hətta başqa dostunuz vasitəsilə, əgər mən sizin dostunuz, mən girib onu oxuya bilərəm. Siz özünüz bu siyasətə razı olmuşsunuz ki, artıq orada daxil olanda. Yəni, artıq etiraz etmək hüququmuzu da artıq burada... Yox, siz özünüz seçirsiniz, asmayın şəkillərinizi. Bəli, yox, ondan da başqa, hətta assaz belə, əgər mən istəyirəmsə, mənim şəklim yalnız bu 3 adam görsün, o 3 adam görəcəkdir. Yəni, başqa adam görməyəcəkdir. Yəni, hətta bu funksiyada var. Təbii ki, Facebookda bu imkanlar da bilib istifadə etmək lazımdır. Hər bir istifadəçi Facebooka daxil olarkən onun imkanlarını, onun qaydalarını dəqiq bilməlidir və özünə uyğun rejim seçməlidir. Bunları bilməyəndə də özü hazır olmalıdır. Yəni, qaydalara uyğun davranmağa hazır olmalı insan. Yəni, onun imkanları var ki, hansısa problem olanda onu araşdırsın. Rasim mənim, dövlətin sosial şəbəkələrə nəzarətindən danışanda burada əsasən niyə haqq qazandılar? Kiber cinayətkarlıq faktına görə ki, məhz bunu nəzarətdə saxlamaq üçün nəzarət edilir. Yəni, bu məsələ nə dərəcədə doğrudur? Müəyyən cinayət hadisələri varsa, onların araşdırılması tələb olunursa, hüquq mühafizə orqanları lazım gəldikdə bu məsələləri araşdırırlar, insanların fərdi məlumatları ilə tanış olmalıdırlar. Bu, siz ənənəvi qayda da bu belədir ki, hər kəs, məsələn, cinayət axtarış və yaxud da istintaq məsələləri bunu tələb edirsə, hüquq mühafizə orqanları həmin məxfi olan məlumatlara daxil olub onları araşdırmalıdırlar. Çünki bu, burada vətəndaşın, cəmiyyətin, dövlətin maraqları var. Bunlar güdülməlidir. Hər cür sosial araşdırma imkanları var. Əgər biznesmen öz biznes maraqları üçün, biznes strategiyasını qurmaq üçün, öz istehlakçıya yönəlmək üçün, onların xüsusiyyətlərini bilmək üçün, onun üçün lazımdır. Dövlət şərt deyil ki, burada hansısa bir negativ məqsədlə vətəndaşı təqib etməklə. Dövlət orqanları, dövlət orada vətəndaşın, cəmiyyətin problemlərini araşdırmaq üçün ən azından sosial şəbəkələri analiz edə bilər ki, burada vətəndaşlar nədən narazıdırlar, dövlətin fəaliyyətində hansı problemlər var. Bu baxımdan dövlət öz fəaliyyətini tənzimləmək, vətəndaşın etimadını doğrultmaq üçün də yardım da edə bilər öz siyasətini düzgün qurmaqda, hansı proqramların həyata keçirilməsində. Sosial şəbəkələr çox geniş imkanlara malik bu cəmiyyətin bir güzgüsüdür. Orada hər kəs özünün problemlərini araşdırıb tapa bilər. O baxımdan əlbəttə ki, belə hallar var və digər cəhətdən də ki, bir çox ölkələrdə də bu var ki, müxtəlif cinayətkarları axtarmaq üçün hüquq mühafizə orqanları sosial şəbəkələrdən istifadə edirlər. Bir şeyə diqqət yetirin, bizdə bununla bağlı ciddi problem var. Nə ilə bağlıdır? Bax, bu yaxınlarda 2-3 ay bundan öncə prezident çox gözəl bir fərman verdi. İnformasiya təhlükəsi ilə bağlı. Dövlət sektorunun informasiya təhlükəsindən qeyri-dövləti ayırdı. Dövlət sektorunun informasiya təhlükəsini tapşırdı xüsusi dövlət mühafizə xidmətinin nəzdində agentliyi. Qeyri-dövlət sektoru, yəni artıq biz bundan danışırıq indi. Qeyri-dövlətdə informasiya təhlükəsi deyəndə Facebook istifadəçilərinin, Twitter istifadəçilərinin də akkauntlarının, hesablarının qorunması bu budur. Bununla bağlı Rabitə İnformasiya Texnologiyalarının nəzdində elektron təhlükəsizlik mərkəzi, səhv eləmirəmsə adı belədir. Elektron təhlükəsizlik mərkəzinin yaradılması nəzərdə tutuldu, amma hələlik
bulunan bir səsəmir yoxdur. Siz o kiber cinayətkarlıqla bağlı, bu məqamla bağlı hüquq mühafizə orqanları arasında səlahiyyət bölgüsündə ciddi problemlər var. Yəni bizim bu dəqiqəki mövcud gəlişmələrə görə bura Milli Təhlükəsizlik Nazirliyi baxmalıdır. Yəni kimsə bu dəqiqə Facebook hesabında nəsə baş versə, Milli Təhlükəsizlik Nazirliyi baxmalıdır. Mən hesab edirəm ki, düzgün deyil bu. Yəni burada biz kifayət qədər xırda dələduzluqlar, xırda cinayətlər, adam allatmalar filanlar var ki, bu artıq Daxili İşlər Nazirliyinin kompetensiyasında olmalıdır. Bizdə bu sahədə ciddi problemlər var. Mahiyyət etibarıyla azad olan internetin, sərbəstliyi ilə səciyyələnən sosial şəbəkələrin ziyanlı dediyimiz informasiyaların qarşısını almaq mümkündür. Məhərçət ziyanlı sözü özü də biraz mübahisəlidir, nəyin ziyanlı olub olmaması bu baxımdan. İnformasiya məhdudlaşdırması antidemokratik addım olmazmı? Yox, əslində informasiya məhdudlaşdırması yenə də bizim özümüzdən asılıdır. Yəni, mənim üçün maraqlı olmayan informasiyanı mən oxumuram, mənim üçün maraqlı olmayan informasiyanı yükləmirəm, mənim üçün maraqlı olmayan hansısa bir, deyək, istifadəçidən gəlmiş, deyək, proqram təklifini rədd edirəm, yəni uzaqlaşdırıram özümü. Çünki mən təbii ki, ehtimal edirəm ki, bu proqram spam ola bilər, bu proqram hansısa mənim akkauntuma giriş üçün hansısa nəzərdə tutulan başqa bir proqram ola bilər və mən təbii ki, tanıdığım insanlardan o informasiya, ya etibar elədiyim insanların informasiyasını oxumağa meyliyəm. Digər bir tərəfdən, yenə də burada maraq məsələsi var. Yəni, mənim üçün nə maraqlıdır? Yəni, bugün insan var ki, ancaq Facebookda şəkillərini paylaşmasıyla məşğuldur. İnsan var ki, ancaq YouTube mahnılarına, linklərinin yerləşdirilməsi və paylaşmasıyla məşğuldur. İnsan var ki, ancaq mətbuatın hansısa, deyək, səhifələrini oxuyur, orada hansısa xəbər başlıqlarını oxuyur. Yəni, burada yenə də maraqlarımız nədirsə, o maraqlarımızdan irəli gəlir, biz özümüz üçün müəyyənləşdirik ki, bizim üçün hansı məhsul önəmlidir və digər tərəfdən də tək bir tərəfli mən almıram. Mən eyni zamanda özümü də təklif edirəm həmin sosial şəbəkəyə. Mən insanlar üçün özümü açıq olduğumu göstərirəm, bəyan edirəm və belə deyək ki, bu yolla da eyni zamanda özümün sosial şəbəkəmdə mənlə dost olan insanların etimadını qazanmış oluram. Digər tərəfdən də yenə deyəm, burada qarşılıqlı hörmət, qarşılıqlı etibar, qarşılıqlı etimad çox mühüm şərtlərdir. Elnur müəllim, bayaq siz qeyd etdiniz ki, Azərbaycan azaddır internet baxımından, yəni azad olan ölkələr sırasında. Amma beynəlxalq qurumların hesabatlarında Azərbaycan internetin qismən azad olduğu ölkə kimi qiymətləndirilir, qeyd olunur. Yəni, sosial medianın içərisində olan şəxs kimi bugün məhdudiyyətlər burada nədən ibarətdir? Ümumiyyətlə, sosial şəbəkələrin belə deyirlər ki, mənfi istiqamətdə istifadəsinin qarşısını almaq üçün dövlət nəzarəti olmalıdır. Siz necə düşünürsünüz? Olmalıdırmı? Tam şəkildə azaddır. Yəni, istənilən vətəndaş siyasi mənsubiyyətinə asılı olmayaraq daxil olub, registrasiya edib, dosyasını yaradıb, istədiyi bəyanatı edir və bu baş verir, bu faktdır. Yəni, həm iqtidar yönlü, həm müxalifətçilər, həm neytrallar istədiyi siyasəti orada həyata keçirirlər. Heç bir məhdudiyyəti yoxdur. Bayaq o xüsusi xidmətlərin nəzarətindən danışırıqsa, gəlin sizin auditoriyanızı qorxutmayaq. Bu bir fobiyadır. Biz qeyd etdik, yaxın 941 min istifadəçi var. Onları heç Mərkəzi Kəşfiyyat Agentliyi o qədər, o sayda istifadəçi nəzarət edə bilməz. Sözsüz ki, əgər haradasa şikayət varsa, haradasa şübhələr varsa, kiber cinayət baş verir, orada xüsusi orqanda bizdə Milli Təhlükəsizlik Nazirliyinin nəzdində kiber cinayət üzrə idarə var. Orada peşəkarlar işləyir, onlar müdaxilə edə bilərlər. Amma bu da yenə kiber cinayət adi cinayətə keçəndə, yəni virtualdan reala keçəndə məşhur brend firmanın Azərbaycanda reklama görə demirəm. Facebookda səhifəsi var, 108 min abunəçisi səhifəni sındırıblar. Yəni, onlar Facebooka o saat müraciət elədilər. Facebook dedi ki, siz gərək qoruyardınız. Mən sizə qaytarmıram. Yəni, Facebookun siyasəti odur ki, 1 milyard istifadəçi var dünyada. Mən bütün xırda işləri müdaxilə edə bilmirəm. Artıq siz özünüz öz akkauntunuzu qorumalısınız. Əgər siz poçtunuz sınırsa, e-mail ünvanınız, onun vasitəsilə sizin Facebook parolunuz qırılırsa, kimsə əldə edirsə, o sizin probleminizdir. Və bu cinayət sayılmır. Yəni, biz artıq etiraf etməliyik. Yəni, misal üçün, siz bayaq dediniz ki, virtual dünya, artıq real dünya hələ virtual dünyadadır.
Virtual dünya artıq transformasiya olunur. Orada yaşayırıq. Burada yaşayanlar artıq, onlar da gələcəklər ora. Əgər biz yanaşsaq sosial şəbəkələrdən, qonşu ölkələrdə, elə bizə dost olan ölkələr var, deyək, Türkiyə filandır, yüzlərlə səhifələr bloklanıbdır, yüzlərlə sosial şəbəkələr də bloklanır. Sosial şəbəkələr, bizdə belə şey yoxdur. Yəni, sosial şəbəkə məsələsi bizdə doğrudan açıq. Hətta o siyasi gərginliyin ən yüksək məqamda olduğu vaxtlar, mən onda Amerikadaydım, biz burada Azərbaycan internet forumları monitoring edirik. Onda da qapanmadı. Amma bu demək deyil ki, Azərbaycan internetin problemləri yoxdur. Bizdə ciddi problemlər var. Məsələn, siz rayon mərkəzindən keyfiyyətli internetə əliniz çata bilər, nə badə sizin kənddən keyfiyyətli internetə ələ çatımınız yoxdur. Belə bir, indi diqqət edin, deyirsiniz ki, bu xırda məsələdir. Nəyə görə xırda ola bilər? Statistikaya görə 48% əhali kənddə yaşayır. Deməli, burada Freedom House hesabatında bu bənd var ha. Yazılıbdır. Regionlarda internet yoxdur. Təxminən belə yazıb. Bu 1-7-mi? İkinci, məsələn, Freedom House yazıb ki, Azərbaycanda bütövlükdə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur. Bütün funksiyalar yazıb dövlət idarə etməsi, tənzimləmə və kommersiya funksiyası da Rabitə İnformasiya Texnologiya Nazirinin əlində. Düz deyir. Yəni, bu ikinci bənd -7. Yəni, o qismən azad məsələsi birbaşa bu internetin azadlığın üstündə gəlib dayanmır ha. Yəni, bu komponentlər var axı. Regionda internet yoxdur. Dövlət qurumlarının sosial şəbəkəyə, internetə çıxışında informasiya. Məsələn, bizdə dövlət orqanları özlərində olan informasiyanı vətəndaş istəsə də, istəməsə də məcburən internetdə açıqlamalıdır. İnformasiya əldə olması haqqında qanun var. Biz bunun monitoringini aparıq 6 ildir. Bu açıqlıq faizi cəmi 35%. İnformasiya almaq hökumət qurumlarından çox bir müşkül məsələyə çevirir. Tabii, bir dəqiqə. Freedom House ikinci minusu qoydu. Üçüncü minusu qoydu. İndi bir də gözür istəyəm, mən fikrimi tamamlayayım da. Elnur mənim də dedi ki, jurnalistika peşəkarlığı da aşağı düşür. Burada da hökumətin informasiya açıq olmaması da, yəni informasiyanı bizim ala bilməməyimizdə rol oynayır. Bütün bu məsələlər gəlir, bütövlükdə bu internetin başında çatlayır. Ölkənin milli təhlükəsizliyini həm təmin etmək, həm də sosial şəbəkələrin, sosial medianın deyək, internetin mi deyək, bu azadlıq fəlsəfəsinə xələl gətirmədən, yəni bu mediadan istifadənin faydalılıq əmsalını necə artırmaq olar? Bilirsiniz, doğru buyursunuz. Bir var ki, bu mühitdə, internet mühitində, xüsusən sosial şəbəkələrdə azadlıqların təmin olması vətəndaşların, bir də var ki, cəmiyyətin təhlükəsizliyinin, digər sənin azadlığın, fəaliyyətinin digər vətəndaşa, cəmiyyətə ziyan vurmamalıdır. Yəni, bu təhlükəsizlik və insan özünü ifadə azadlığı arasında bir incə bir balans var, kövrək bir balans var ki, bu balansı yaratmaq lazımdır, tənzimləmək lazımdır. Təhlükəsizlik tədbirlərini gücləndirəndə insanların azadlıqları biraz daralır. Onların əl-qolu bağlanır. Yox, əgər insanlar azadlıqları genişlənəndə cəmiyyətin, dövlətin maraqları təhlükə altına düşür. Ona görə bu məsələlər çox mühüm məsələlərdir. Burada vahid tənzimləmə mexanizmlərini də artıq tədbiq qeyri-mümkün. Çünki hər bir millətin, dövlətin özü mental dəyərləri var, hüquq sistemi var. Bizim üçün adi görünən bir insan başqaları üçün qeyri-adidir. Yəni, bir cəmiyyətdə, bir toplumda bu məsələ yol verilmə hesab olunsa, digər cəmiyyətdə bu çox legal, açıq şəkildə məsələlərə icazə verir. Buna görə bu məsələlərdə vahid sistemin təbii çox çətin məsələ. Yəni, nə edilməlidir ki, sosial şəbəkələr psixoloji, digər problemlərə yox, məhz texniki bu tərəqqinin, mütərəqqi tərəflərinin insanlar tərəfindən mənimsənilməsinə vəsilə olsun? Təbii ki, burada biz həssas nöqtələr barədə danışdıq. Mənim üçün, məsəl üçün, çox mühüm olan həssas nöqtə sosiallaşmış insanın virtual aləmə daxil olması. Yəni, sosiallaşmış insan virtual aləmə daxil olanda o virtual aləmin verdiyi bütün imkanlardan yararlanacaq, özü kifayət qədər. Özü kifayət qədər pozitiv təcrübə, pozitiv imkanlar əldə etmiş olacaqdır. Sosiallaşmış şəxsin virtual aləmin gətirdiyi negativdən heç bir qorxusu yoxdur. Yəni, bu artıq, bəli, kifayət qədər sosiallaşıb. Amma bizdə biraz əksinə bir proses baş verir. Yəni, sosiallaşmamış insanlar virtuallaşır. Virtuallaşan insanlar da həmin o dediyimiz alüdə və digər, deyək, xoşa gəlməz hadisələrə səbəb olar. Orta məktəbdən başlamalıdır, yaxşı təhsil olmalıdır. Hətta bilirsiniz, biz orta məktəb şübhəsiz, yəni orta məktəb ya yeni yetmələr, söhbət fərdi hazırlıqdan gedir, fərdi intellektual səviyyədən gedir. İnsanın o virtual aləmə daxil olmasından, belə deyək də, maksimum effektiv şəkildə yararlanmasından gedir. Yəni, bugün Facebook və ya digər sosial şəbəkələr, yəni kifayət qədər o imkanları bizə verir. Biz o imkanlardan yararlanmaq istəyiriksə, bunun üçün biz özümüzü hazırlamalıyıq. Sosial şəbəkələrin inkişafı hansı tərəfə gedəcək? Ümumiyyətlə, sosial medianın qərarlaşması üçün nələrə ehtiyac var?
Prezidentin Facebookda səhifəsi var, 86 min abunəçisi var. Prezident və birinci xanım yolkanı bəzəyən şəkil asmışdı. 27 min like yığdı 2 gün ərzində. Bu, Azərbaycanda rekord bir göstəricidir. Yəni, Azərbaycanda Facebook istifadəçilərin maraq göstərir dövlət qurumlarının, dövlət başçısının iştirakı. Yəni, bu sosial şəbəkə doğrudan da elə gücləşir ki, onu saymamaq olmur. Yəni, həm də elə bir, sanki bu vəzifəsindən statusasında insanları bərabərləşdirir də. Yəni, insanların bərabərləşdiyi bir məkan olur bu. Əlbəttə, mənim dost siyahımda nazir də var və yəni adi, misal üçün, mağazada satıcı da var, hamı var. Yəni, tamamilə demokratik bir ab-havanı bu məkanda siz özünüz normal insansınız, orada heç kim baxmır, siz hansı vəzifə tutursunuz, siz hansı siyasi sizin maraqlarınız var, hansı, yəni, nə qədər pul qazanırsınız, o heç kimi maraqlandırmır. Normal ünsiyyət, normal informasiya mübadiləsi, mən sənə məlumat verirəm, sən də mənə məlumat verirsən, bu maraqlıdır. Və sözsüz ki, bu tendensiya onu aparır ki, hamınız, hətta siz artıq, sizin telekanalın verilişləri YouTube-da artıq yerləşdirməyə başlayır. Siz də məcbur oldunuz sosial şəbəkələrə getməyə. Artıq Twitter hesablarını da, Facebook hesablarını da reklam edir. Burada bərabərlik məsələsinə toxundunuz. Yəni, burada sosial şəbəkənin, yəni sosial şəbəkələrin bizə verdiyi imkanlar da bərabərdir. Amma biz o imkanlarda necə yararlanırsa, bu artıq bizim özümüzdən asılı olan məsələdir. Bir sözlə, internet tor olsa da burada azadlıq tora düşmür. Əksinə, cəmiyyəti tordan çıxarır. Sosial şəbəkələrdə tora düşməməyə arzusuyla salamat qalın.